Qoç. Əhəmiyyətli işləri sonraya qoymayın. Günün başlanğıcı qeyri-adi uğurlu və məhsuldar olacaq. Bir çox qoç yaradıcı oyanış yaşayacaq, bu da onlara problemlərin həllində qeyri-ənənəvi yollar görməyə imkan verəcək. Ən çətin işlərin belə öhdəsindən gələcək və ən yaxşı tərəfinizi göstərə biləcəksiniz. İntuisiyanıza qulaq asın, o qeyri-müəyyən şəraitdə sizə doğru yolu göstərəcək. Ev işləri sizi planlaşdırdığınız işlərdən yayındıra bilər, bu da qıcıq və narahatlıq yarada bilər. Bununla belə istəsəniz, hər şeyin öhdəsindən gələ və soyuqqanlılığınızı qoruya bilərsiniz. Səhər əsəbi olmayın və təhriklərə tab gətirin. Bu dəfə ünsiyyət baxımından asan olmayacaq, hətta köhnə tanışlarla belə anlaşmaq həmişəkindən daha çətin olacaq. Amma fikir ayrılıqlarının səbəbləri çətin ki, ciddi olsun. Bu o deməkdir ki, sonda hər məsələdə razılaşmaq mümkün olacaq. Müsbət tendensiyaların təsiri zaman keçdikcə artacaq, günün ikinci yarısı birinci yarıdan xeyli uğurlu və maraqlı keçəcək. Yeni vəzifələr götürmək üçün uyğun gələn saatlardır. Yeni işlərin öhdəsindən başqalarının gözlədiklərindən daha yaxşı gələcəksiniz. İş və əməkdaşlıqla bağlı maraqlı təkliflər almağınız mümkündür. Asan uğurlara ümid etməyin və qızıl xəzinələri vəd edən adamlarla ehtiyatlı olun. Bugün elə günlərdən biridir ki, hətta kiçik uğur qazanmaq üçün çox çalışmaq lazım gələcək. Bir işi sonraya təxirə salmaq arzu olunmazdır. Bu zaman narahatlıqlar yalnız artacaq, diqqətinizi cəmləmək getdikcə çətinləşəcək. Axşam saatlarında başqalarının səhvlərini düzəltməli olacaqsınız və bu əhvalınıza o qədər də yaxşı şəkildə təsir etməyəcək. Əsəblərinizin pozulmasına yol verməməyə çalışın. Sevdiklərinizlə münasibətlər özünüzə nəzarət etməyi bacarmağınızdan asılı olacaq. Siz emosiyaların öhdəsindən gələ biləcəksiniz və münaqişələr yaranmayacaq. Səhər əsəbi və gərgin atmosfer hökm sürəcək. Bu, hər işin uzandığı, heç nədən problemlərin yarandığı vaxtdır. Odur ki, vacib işləri həmin saatlara planlaşdırmayın və həssas məsələlərdə diqqətli olun. Günün ikinci yarısında yaxşılığa doğru dəyişikliklər olacaq, axşam saatları isə ümumiyyətlə çox uğurlu zaman olacaq. Uzun müddətdir gözlədiyiniz şad xəbər sizi sevindirəcək. Planlaşdırılmamış səfərlər mümkündür. Qonaqlarınızın gəlməsindən şad olacaqsınız, əli boş gəlməyəcəklər, həm hədiyyələr, həm də imtina etmək istəməyəcəyiniz maraqlı ideyalar və təkliflər də gətirəcəklər. Nağd pul daxil olmaları da istisna edilmir. Səbirli olun, başladığınız işi uğurla başa çatdırmaq üçün səbir lazım olacaq. Hər şey dərhal istədiyiniz kimi alınmayacaq, ancaq planlaşdırdığınız işdən əl çəkməsəniz, əla nəticə əldə edəcəksiniz. Uğurunuz başqalarını da sevindirəcək. Ola bilər ki, tezliklə sizə maraqlı iş təklifləri gəlsin. Pulla daha diqqətli olmağa dəyər, bugün əsassız xərclər, itkilər mümkündür. Hər hansı ciddi maliyyə öhdəlikləri götürmək də arzu olunmazdır. Onları yerinə yetirmək bugün sizə göründüyündən bir qədər çətin olacaq. Amma romantik münasibətlər baxımından bugün çox əlverişli olacaq. Buğa. Gün ünsiyyət üçün ən münasibdir. Danışıqlar, işgüzar məsələlər və ya ailə məsələlərinin müzakirəsi eyni dərəcədə uğurlu olacaq. Siz həm söhbətinizi başa düşə, onun maraqlarını nəzərə ala və hər kəsə uyğun həll təklif edə biləcəksiniz. Bununla belə, boş söhbətlərlə diqqətinizi yayındırmamalısınız, əks halda vaxtınızı boşa xərclədiyiniz üçün peşman olacaqsınız. Bəzi buğalar uzun müddətdir gözlədikləri xəbərləri alacaqlar. Heç bir vacib işi günün ikinci yarısına təxirə salmayın. Diqqəti cəmləmək və detallara kifayət qədər diqqət yetirmək çətin olacaq və kiçik bir detalı qaçırmaq əhəmiyyətli səhvlərə səbəb ola bilər. İşgüzar danışıqları təxirə salmayın, günün birinci yarısı onlar üçün uğurlu zamandır. Maraqlı təkliflər mümkündür. Ola bilər ki, xüsusilə maraqlı və perspektivli görünən işlə tam məşğul olmaq imkanınız olacaq. İnsanlarla danışıqlar aparmaq asan olacaq və bu, bir çox problemlərin həllinə kömək edəcək. Günün ikinci yarısında böyük təlaş və çaşqınlıq yaşana bilər. Prioritetlərinizi nəzərə alın və ən vacib hesab etdiyiniz işlərdən yayınmamağa çalışın. Axşam saatlarında bir çoxları adi işlərdən qaçmaq, həyatına yenilik gətirmək istəyəcək. Belə bir fürsət mütləq ortaya çıxacaq. Günün ilk yarısından səmərəli istifadə etmək vacibdir, müxtəlif işlərə uyğun gələn zamandır. Əgər ehtiyacınız varsa, iş ortaqları tapmaq çətin olmayacaq və bundan əlavə bəzi ağıllı məsləhətlər alacaq və onlara qulaq asacaqsınız.
Uğurlu alışlar və əməliyyatlar mümkündür. Sonradan elə bir vaxt gələcək ki, işdə ehtiyatlı olmaq və özünüzə diqqət yetirmək lazımdır. Həmişəkindən daha tez-tez gərgin vəziyyətlərə düşəcəksiniz, çox narahat ola və özünüzü daha pis hiss edə bilərsiniz. Kulinariya məsələlərində diqqətli olmalısınız, çünki həzm sisteminiz həssas olacaq. Kifayət qədər məhsuldar bir gün yaşayacaqsınız. Bugün çox yaxşı işlər görəcəksiniz və günün verdiyi imkanlardan mühüm işlər görmək üçün istifadə etməlisiniz. Geniş miqyaslı planları həyata keçirməyə başlaya bilərsiniz. Başladığınız işdən yarı yolda çıxmaq təhlükəsi olmayacaq, zəhmət tələb etsə belə məqsədlərinizə çatacaqsınız. İşgüzar və şəxsi münasibətlərdə yaxşılığa doğru dəyişikliklər mümkündür. Düşmənləriniz müttəfiqinizə çevrilə bilər. Cazibədarlığınız tez-tez kömək edəcək, insanlar sizə həvəslə kömək edəcək, birgə layihələr təklif edəcəklər, yeni tanışlar sizə tez etibar etməyə başlayacaqlar. Bugün xüsusilə çox narahatlığınız olacaq, mümkündür ki, eyni anda bir neçə işin öhdəsindən gəlməli olacaqsınız. Kiçik şeylərə çox vaxt sərf etməməyə çalışın. Sizinlə müəyyən mənada razılaşmayan insanlarla uzun mübahisə etməyə dəyməz, tezliklə hamıya haqlı olduğunuz aydın olacaq. Hər hansı bir şübhəli təşəbbüsdən, sərgüzəştlərdə iştirakdan, eləcə də qüsursuz bir reputasiya ilə öyünə bilməyən insanlarla əməkdaşlıqdan çəkinmək daha yaxşıdır. Şəxsi münasibətlərdə də aydınlıq tələb olunacaq, rəğbətinizi qazanmağa çalışan hər kəsə etibar etməyin. Əkizlər, qeyri-müəyyən və ziddiyyətli bir gündür. Bir tərəfdən yeni əlaqələr qurmaqda, başqaları üzərində qalib gəlməkdə və məqsədlərinizə çatmaqda əla olacaqsınız. Birgə işləmək gözlədiyinizdən çox daha təsirli olacaq. Görülən səylər nəticə verəcəkdir. Bununla belə bir çox əkizlər xüsusilə əsəbi və impulsiv olacaqlar, bu isə həmkarları və yaxınları ilə qarşılıqlı anlaşmaya ən yaxşı təsir göstərməyəcək. Tələsməməyə çalışın. Təsadüfən xəsarət almamaq üçün alətlər və mexanizmlərlə işləyərkən diqqətli olmaq çox vacibdir. Qətiyyətlə hərəkət edin. Bugün ulduzlar sizin tərəfinizdə olacaq, onların dəstəyi sayəsində uzun müddətli hədəflərə çata biləcəksiniz. Səhər yeni imkanlar açıla bilər. Çaşqınlığa düşməyin, onlardan istifadə etmək, uğurlu şəraitdən maksimum yararlanmağa çalışmaq vacibdir. Günün ikinci yarısı sevdiklərinizlə ünsiyyət, eləcə də bəyəndiyiniz insanla görüş üçün əlverişlidir. İntuisiyanız sizə necə davranacağınızı, nə demək və nə etmək lazım olduğunu söyləyəcək. Yeni təşəbbüslər üçün yaxşı gün deyil. Çoxsaylı gecikmələr, bəzi uğursuz təsadüflər ola bilər, buna görə də istədiyiniz nəticəni dərhal əldə etmək mümkün olmayacaq. Maliyyə çətinlikləri də istisna edilmir. Çox vaxt onlar gözləmədiyiniz zaman baş verəcək, buna görə də sizi ciddi şəkildə əsəbləşdirəcək. Tədricən vəziyyət yaxşılığa doğru dəyişəcək. Axşam saatları səhərlə müqayisədə daha gözəl olacaq və xoş xəbərlərlə sevindirəcək. Onlar həm şəxsən sizə, həm də yaxınlarınıza aid ola bilər. Və bu zaman çox gözəl ideyalar da yarana bilər. Çox işlər həmişəkindən daha çətin alınacaq. Xüsusilə tez-tez kiminləsə əməkdaşlıq etmək, birgə hərəkətlər barədə razılığa gəlmək lazım olan yerlərdə çətinliklər yaranacaq. Anlaşmazlıqlar hər bir işi yerindən tərpətməyi çətinləşdirəcək. Ancaq yenə də uğur qazanmaq mümkün olacaq. Çox güman ki, bunun üçün bəzi qeyri-standart üsullara əl atmalı olacaqsınız. Təcrübələr keçirməyə və risk etməyə hazır olun, lakin sağlam düşüncəni əldən buraxmayın. Bundan əlavə, indi özünüzün qərar verməyiniz çox vacibdir. Məsləhətləri başqaları ürəkdən versələr də həmişə yaxşı olmur. Evdə həmişəkindən daha çox narahatlıq olacaq. Ola bilər ki, bəzi məişət problemlərini həll etmək üçün işdən yayınmalı, planlaşdırılan işləri təxirə salmalı olacaqsınız. Hamısını edə bilərsiniz, ancaq səbr və əzm tələb ediləcək. Ətrafınızda güvənə biləcəyiniz insanlar olacaq. Onlardan kömək və ya məsləhət istəməkdən çəkinməyin. Gün dostlarınız və ya sevdiyiniz insanla görüş üçün əlverişli olacaq. Birlikdə yaxşı vaxt keçirəcəksiniz. Şübhəsiz ki, maraqlı anlar olacaq və yaxın gələcək üçün ümumi planlar yarana bilər. Xərçəng. İlk baxışda sizə elə görünməsə də gün yaxşı keçəcək. Ətrafınızdakilarla anlaşmaq asan olmayacaq. Rəhbərlik və digər nüfuzlu insanlarla qarşılıqlı anlaşmaya nail olmaq xüsusilə çətin olacaq.
Əksər xərçənglər öz ambisiyalarının öhdəsindən gəlməyə çalışmalı və onları yalnız uyğun olan yerdə göstərməli olacaqlar. Tədricən vəziyyətlərin sizin xeyrinizə necə inkişaf etdiyini görəcəksiniz. Həmkarlarınızın gözündə nüfuzunuzu gücləndirmək fürsəti yaranacaq. Yeni şeylər öyrənmək, peşəkar inkişaf və karyera yüksəlişi üçün əlverişli zamandır. Qızğın mübahisələrdən və sadəcə uzun mənasız söhbətlərdən qaçmağa dəyər. Bu, xüsusilə səhər saatlarında vacibdir. Bu zaman diqqətinizi biznesə yönəltsəniz, heç kimin diqqətinizi yayındırmasına imkan verməsəniz, o zaman çox işlərə vaxtınız olacaq. Bəzi köhnə səhvləri düzəltmək, eləcə də artıq çox zaman və zəhmət sərf etdiyiniz işi uğurla başa çatdırmaq şansınız olacaq. Günorta ailə işləri üçün əlverişlidir. Yaxınlarınızla münasibətlər yaxşılaşacaq, ola bilsin ki, küsülü olanların barışmasına kömək edəsiniz. Maliyyə məsələlərini həll etməyə tələsməyin, pula biraz məsuliyyətsiz yanaşırsınız, bu israfçılığa səbəb ola bilər. Özünüzü nəzarətdə saxlamaq vacibdir. Gün çoxlu güclü emosiyalar gətirəcək, lakin onlara sərbəstlik versəniz, şübhəsiz ki, peşman olacaqsınız. Sağlam düşüncənizi rəhbər tutmaq daha yaxşıdır. Onun sayəsində düzgün qərarlar qəbul edəcək, məqsədə doğru ən qısa yolu tapacaqsınız. Qeyri-adi işgüzar təkliflər mümkündür. Günün ikinci yarısı şəxsi münasibətlər baxımından xüsusilə əlverişli olacaq. Bu, fikir ayrılıqlarına, qarşılıqlı təhqirlərə və iddialara səbəb olacağından qorxmadan müxtəlif məsələlər haqqında danışa biləcəyiniz vaxtdır. Son zamanlar darıxdığınız insanlarla görüşmək imkanı qazanacaqsınız. Gərgin, maraqlı, lakin qeyri-müəyyən gündür. Çox narahatlıq gətirəcək, ancaq şikayət etmək üçün ciddi səbəb olmayacaq, yekunda hər şey yaxşı alınacaq. Əsas odur ki, ilk çətinliklərdən sonra təslim olmayın, səbrli olun. İşgüzar əlaqələri gücləndirmək fürsəti yaranacaq. Şəxsi münasibətlər ahəngdar şəkildə inkişaf edəcək, yaxınlarınızla yaxşı yola gedəcəksiniz, fikir ayrılığı üçün heç bir səbəb olmayacaq. Gələcəklə bağlı planları müzakirə edə bilərsiniz. Ola bilsin ki, bəzi müstəsna uğurlu həll yolları tapılsın. Biznesdə təşəbbüs göstərməyə dəyər, bu yolla nəzərə çarpacaq uğurlar əldə edəcək, vacib işlərin öhdəsindən gələcəksiniz. Bəzi xərçənglər çoxdankı peşəkar əlaqələri gücləndirə və yeni əlaqələr əldə edə biləcəklər. Gəlirinizdə sürətli artım vəd edən iş təklifləri istisna edilmir. İşgüzar səfərlər uğurlu olacaq, sərfəli sövdələşmələr bağlamaq şansı yaranacaq. Şəxsi münasibətlər həmişə rəvan inkişaf etməyəcək, gərgin anlar, yaxınlarınızla fikir ayrılıqları mümkündür. Xırda şeylərə görə qızğın mübahisələrə girməməyə çalışın. Özünüzün və ya yaxınlarınızın əhvalını pozmamaq üçün bəzən kiçik güzəştlər etməyə dəyər. Şir. Uğursuzluqlarla üzləşməli olacaqsınız, amma təslim olmamalısınız. Günün ilk yarısında vacib bir işə başlamamalısınız. Başqaları ilə ünsiyyət qurarkən bir-birini başa düşmək çətin olacaq. Narahat edici anlaşılmazlıqlar və xırda problemlər yarana bilər. Buna görə də hətta cari tapşırıqların öhdəsindən gəlmək də asan olmayacaq. Ancaq ümidsiz olmayın, vəziyyət tezliklə yaxşılığa doğru dəyişməyə başlayacaq. Artıq günortaya yaxın şirlərin əksəriyyəti enerji artımı hiss edəcəklər. Siz müsbət əhval-ruhiyyəyə köklənə və bütün mövcud çətinliklərin öhdəsindən gələ biləcəksiniz. Münaqişəniz olan insanlarla münasibətləri bərpa etmək fürsəti yaranacaq. Xəyallar qurmayın, hadisələrə real baxmağa çalışın. Məhz bu yanaşma problemlərdən qaçmağa, bir çox mürəkkəb problemlərin həlli ilə mükəmməl məşğul olmağa imkan verəcək. Təcrübəniz işin öhdəsindən gəlməyə kömək edəcək. Onun sayəsində istədiyiniz nəticəni tez əldə edə, rəqiblərinizi geridə qoya bilərsiniz. Qohumlarla kiçik fikir ayrılıqları ola bilər, bəzi gündəlik işlərə, məişət problemlərinə görə mübahisələr mümkündür. Narahat olmayın, tezliklə hər şey yaxşı olacaq. Təmkinli olmaq və xırda problemlərə əsəbləşməmək lazımdır. Heç bir əlamətdar hadisə ilə yadda qalma ehtimalı olmayan sakit, amma xeyirli gündür. Əvvəllər başladığınız işləri sakitcə başa vura, son vaxtlar sizi narahat edən suallara cavab ala bilərsiniz. Köhnə tanışlar sizə qonaq gələ bilər, onları görmək maraqlı və xoş olacaq. Mümkündür ki, faydalı bir şey öyrənəsiniz, tezliklə lazımlı olacaq məlumatı vaxtında əldə edəsiniz. Planlaşdırılmamış xərclər mümkündür.
Bir çox plansız alışlar uğurlu olacaq, lakin bu yalnız kiçik alışlar üçün doğrudur. Böyük məbləğdə alışlara tələsməmək daha yaxşıdır. Çox məhsuldar gün olacaq, çox şeyə nail ola bilərsiniz. İşə səhər başlamaq lazımdır, çünki günün ilk yarısı xüsusilə əlverişli olacaq. Bu vaxt işgüzar səfərlər üçün də uyğundur. Bürcün bəzi nümayəndələri vacib məlumatları digərlərindən daha əvvəl alacaqlar. Sonradan maliyyə məsələlərinin həlli üçün əlverişli dövr gələcək. Qazanclı sövdələşmələr bağlayacaqsınız, bəzi faydalı şeylər ala biləcəksiniz. Gözlənilməz pul gəlirləri və ya çox sevinəcəyiniz hədiyyələr də istisna edilmir. Bərəkətli gününüz xeyir. Bilik və təcrübəniz sayəsində mürəkkəb işlərin öhdəsindən tez gələcək, yaxın vaxtlara qədər demək olar ki, ümidsiz görünən bir işdə uğur qazanacaqsınız. İdeyalarınız yeni tanışları maraqlandıracaq, istənilən vaxt etibar edə biləcəyiniz müttəfiqlər tapacaqsınız. Gün maliyyə və hüquqi məsələlərin həlli, müvafiq sənədlərin tərtibi üçün münasibdir. Çox işlər sizin diqqətinizi tələb edəcək, amma yenə də hər şeyi bir anda etməməyə və çox işləməməyə çalışın. Günortadan sonra ən azı bir müddət də olsa narahatlıqlara ara vermək, dostlar və ya sevdiyiniz insanla vaxt keçirmək çox faydalı olacaq. Qız. Səhər çətin ki, çətinliklərdən qaça biləsiniz. Bir çox qız bürcü planlarını tez dəyişməli olacaq. Siz eyni zamanda ev işləri və iş məsələlərini həll etməli olacaqsınız. Başqaları ilə ortaq dil tapmaq həmişəkindən daha çətin olacaq, ona görə də onların köməyinə ümid etməməlisiniz. Özünüz həll edə biləcəyiniz vəzifələrə diqqət yetirin. Xəyal, fantaziya və yaradıcılıq xüsusilə günün ikinci yarısında özünü büruzə verəcək və çətin vəziyyətlərdə qeyri-standart həll yolları tapmağa imkan verəcək. Ancaq səhv etməmək üçün illüziyalara qapılmamalısınız. Qətiyyətlə hərəkət edin, günə ən vacib işlə başlayın. Səhər bir çox işlər yaxşı alınacaq. Mürəkkəb işlərin də öhdəsindən uğurla gələcəksiniz. Ola bilər ki, heç gözləmədiyiniz insanlar bu işdə sizə kömək etsinlər. Bəzilərinə çox sərfəli şərtlərlə əməkdaşlıq təklif olunacaq. Günortadan sonra soyuqqanlılığı qorumaq çətinləşəcək. Uzun izahatları sevməyən, hər zaman öz işini görməyə, heç kimlə məsləhətləşməməyə üstünlük verənlər üçün bu saatlar əsl sınaq ola bilər. Ətrafınızdakı insanlar işlərinizə həmişəkindən daha tez-tez müdaxilə edə bilərlər və bəzən bu çox yersiz olacaq. Çətin gündür. Özünüzü idarə etməyə çalışın. Bugün hətta əvvəllər yaxşı münasibət saxlamaq üçün çox çalışdığınız insanlarla da mübahisə etmək riskiniz var. Bəzən ifadələrinizdə çox sərt olursunuz və ya istəmədiyiniz məsləhətləri verirsiniz. Ətrafınızdakı insanlar belə şeylərə çox kəskin reaksiya verə bilər, nəticədə münaqişələr yarana bilər. Öz üzərinizdə çalışaraq uğur qazana bilərsiniz. Yaradıcı yanaşma tələb edən işlərdə xüsusilə yaxşısınız. Çox vaxt ən yaxşı nəticələri əldə etməyə imkan verəndə məhz orijinal yanaşmanız olacaq. Bugün yaxşı bir başlanğıc olacaq, bu vaxtdan vacib işlər üçün istifadə etmək olar. Diqqətinizi cəmləməyi, heç nəyi gözdən qaçırmamağı, yığılıb qalan məsələləri həll etməyi bacaracaqsınız. İşgüzar görüşlər, hətta çox gözləmədiyiniz görüşlər də məhsuldar alınacaq. Günün ikinci yarısı daha məşğul olacaq. Uğursuz qərarlar, hesablamalarda səhvlər mümkündür. Bəzən başladığınız işi sona çatdırmaq üçün kifayət qədər əzmkarlığınız olmayacaq. Sizə yaxın olanlar sizə dəstək olmaq istəsələr də həmişə düzgün sözləri tapa bilməyəcəklər. Bugün nə olursa olsun, qərar qəbul etməyə və nəticə çıxarmağa tələsməyin. İlk təəssürat demək olar ki, səhv olacaq, vəziyyəti öyrənmək və vəziyyətin niyə belə olduğunu anlamaq üçün biraz vaxt lazımdır. Bir çoxları əvvəllər qazanılan təcrübə sayəsində səhvlərdən qaça biləcəklər. Yaxınlarınıza diqqət yetirməyə dəyər, onlar üçün bu xüsusilə vacib olacaq. Ailə tədbirləri yaxşı keçəcək, dostlarla görüşlər ən xoş təəssürat yaradacaq. Axşam sizin üçün xüsusilə əziz olan insanla bağlı xoş xəbərlər vəd edilir. Tərəzi. Gün çox rahat başlamayacaq. Ətrafınızdakı atmosfer bir qədər gərginləşə bilər, buna görə özünüzdə sakit qalmaqda çətinlik çəkə bilərsiniz. Tərəzi bürcünün bəzi ailə üzvləri onların işlərinə qarışmağa çalışacaq və onların iştirakı həmişə faydalı olmayacaq.
Bununla belə, bütün sürprizlərin öhdəsindən uğurla gələcəksiniz və günün qalan hissəsi kifayət qədər uğurlu olacaq. Praktik olaraq ümidsiz hesab etdiyiniz məsələlərdə belə şanslı olacaqsınız. Qarşınızda parlaq perspektivlər açılacaq, onlara diqqət yetirmək və onları əldən verməmək vacibdir. Yeni cəsarətli layihələrə başlamaq üçün doğru vaxt nəticə gözləntilərinizi üstələyəcək. Yaxın gələcəkdə konkret nəticələrə diqqət yetirmək vacibdir. Fantastik uzunmüddətli planlar qurmaq üçün cari işləri təxirə salmayın. Bugün sizə gələcək ideyalar parlaq görünə bilər. Amma onlara tənqidi yanaşmağa çalışın. Bu, enerjinizə qənaət etməyə, boş gözləntilərdən və məyusluqlardan qorunmağa kömək edəcək. Diqqətini dərslərinə yönəldən tərəzilər gününü yaxşı keçirəcək. Bürcün nümayəndələri lazım olan hər şeyi tez öyrənəcəklər, məlumatların toplanması və təhlili ilə bağlı problem yaşamayacaqlar. İşgüzar ünsiyyət, iş və bizneslə bağlı istənilən məsələnin müzakirəsi üçün əla gündür. Öz mövqeyinizi müdafiə etməyi, rəqibləri inandırmağı bacaracaqsınız. Qazanclı sövdələşmələr bağlamaq və ya uzun müddətli əməkdaşlıq haqqında razılaşmaq şansı olacaq. Ailədə bəzi xoş hadisələr və ya yaxınlarınızla bağlı xoş xəbərlər ola bilər. Bəzi tərəziləri maraqlı səfərlər gözləyir. Əgər yola çıxmısınızsa, gəzintiyə vaxt tapın, yeni yerlər görməyə çalışın. Düşüncələrinizlə tək qalmaq yaxşı olacaq. Gününüz bərəkətli olacaq. Diqqət və detallara diqqət tələb edən mürəkkəb işlər üçün uyğundur. Diqqətiniz dağılmayacaq, ona görə də səhv etməyəcəksiniz. Köhnə təcrübəniz faydalı olacaq. Ətrafınızdakı insanlar qeyri-adi qərarlarınızdan xoş anlamda təəccüblənəcəklər. Şübhəsiz ki, ideyalarınızı həyata keçirməyə kömək etmək istəyən insanlar olacaq. Günün ikinci yarısı maraqlı tanışlıqlar vəd edir. Çoxlarında yaxşı təəssürat yarada biləcəksiniz. Sürətlə inkişaf edəcək romantik münasibətlərin başlanğıcı istisna edilmir. Ünsiyyətə gəlincə, intuisiyanız sizi məyus etməyəcək. Günün ilk yarısı çoxlu yaxşı ideyalar gətirəcək. Düzdür, ağlınıza gələn hər şey dərhal reallaşmayacaq. Ancaq əlverişli anı gözləmək üçün kifayət qədər səbriniz olacaq. İşgüzar görüşlər yaxşı keçəcək. Bəzi insanlar əvvəllər anlaşa bilmədikləri şəxslərlə ortaq hərəkətlər barədə razılığa gələcəklər. Şəxsi münasibətlərdə müsbət meyillərin təsiri üstünlük təşkil edəcək. Yəqin ki, mübahisədən sonra barışıq, əvvəllər dəyər verdiyiniz əlaqələrin bərpası baş tutacaq. Axşam saatlarında ən xoş əhatədə maraqlı tədbirlərə baş çəkmək imkanı olacaq. Əqrəb. Xırda şeylərdən yayınmamağı bacarsanız, gün yaxşı keçəcək. Səhər başqaları ilə danışıqlar aparmaq çətin ola bilər. Bəzi əqrəblər həddindən artıq inadkarlığa meyilli olacaqlar. Həmişə nəyin bahasına olursa olsun yolunuzu almağa çalışmağa dəyməz. Şəxsi ambisiyalar haqqında deyil, biznesin maraqları haqqında düşünsəniz, mübahisələrdən qaça və istənilən vəziyyətdə tez bir zamanda kompromis həll yolları tapa biləcəksiniz. Etibarlı müttəfiqlərin məsləhətlərinə laqeyd yanaşmayın. Onlar sizə özünüzü başa düşməyə, enerjinizi düzgün istiqamətə yönəltməyə və duyğularınızın öhdəsindən gəlməyə kömək edəcəklər. İş yeri və ya bizneslə bağlı qərarlar qəbul etməyə, vədlər verməyə tələsməyin. İndi sadə görünən məsələ əslində mürəkkəb və çaşdırıcı ola bilər və tez həll etməyi gözlədiyiniz işlər çox vaxt aparacaq. Ola bilər ki, sizin köməyə ehtiyacınız olacaq, ancaq onu dərhal ala bilməyəcəksiniz. Şəxsi münasibətlər sahəsində müsbət meyillərin təsiri üstünlük təşkil edəcək. Yaxınlarınızla ünsiyyət sizi sevindirəcək, asanlıqla ümumi dil tapar, çox məsələdə razılaşa bilərsiniz. Xoş tanışlıqlar mümkündür, romantik hekayənin başlanğıcı istisna edilmir. Ünsiyyət üçün əlverişli gündür. Çoxları ilə ortaq dil tapacaqsınız, heç kimin ümumiyyətlə anlaşa bilmədiyi insanlarla anlaşma əldə edəcəksiniz. Çətin anda arxalana biləcəyiniz çox güclü müttəfiqləriniz ola bilər. Həm köhnə, həm də yeni tanışlarla münasibətlərdə səmimiyyət önəmlidir. Nə qədər açıq olsanız, ümumi dil tapmaq bir o qədər asan olar. Sənədləşmə işində çətinliklər ola bilər, bəzən vacib detalları gözdən qaçıracaqsınız və ya sadəcə diqqətinizi cəmləyə bilməyəcəksiniz. Hər şey yaxşı olacaq. Gün baş gicəlləndirici qələbələr vəd etmir, amma ümumilikdə yaxşı alınacaq.
Ən yaxşısı, adi işləri görmək üçün uyğundur. Belə işlərdə yanılmırsınız, heç bir gecikmədə olmur və istədiyiniz nəticəni tez bir zamanda əldə edə bilərsiniz. Yeni bir şey öyrənmək daha çətin olacaq, nəyin vacib və nəyin əhəmiyyətsiz olduğunu həmişə başa düşməyəcəksiniz, bəzən səhvlər edəcəksiniz. Günün ikinci yarısında son vaxtlar kifayət qədər ünsiyyət qurmadığınız köhnə tanışları görmək fürsəti yaranacaq. Vacib məsələlər haqqında danışa biləcəksiniz, dəstək alacaqsınız və özünüzü daha inamlı hiss edəcəksiniz. Günün əvvəlində fikirlərinizi toplamaq çətin olacaq. Bu vaxt ciddi məsələlər üçün uyğun zaman olmayacaq, çox əsəbi olacaqsınız və vacib detallara diqqət yetirməyəcəksiniz. Sonradan vəziyyət yaxşılığa doğru dəyişəcək, uğur qazanmaq üçün necə hərəkət etmək lazım olduğu aydınlaşacaq. Günün bütün ikinci yarısı mürəkkəb problemlərin həlli, təhsil, tədqiqat və yaradıcılıq fəaliyyəti üçün əlverişli olacaq. Tez bir zamanda çox şey qavrayacaqsınız, əvvəllər diqqətdən kənarda qalan məsələlərə diqqət yetirəcəksiniz. Yeni işlərlə məşğul olanları xoş tanışlıqlar gözləyir. Ox atan. Vacib məsələlərin həlli üçün pis gün deyil. Bununla belə, səhər saatlarında ox atanların əksəriyyəti bir sıra çətinliklərlə üzləşməli olacaqlar. Artan dürüstlüyünüz problem mənbəyi ola bilər, buna görə özünüzü bir yerə çəkməyə çalışmaq, tələsik qərarlar verməmək və sonradan peşman olacağınız şeylər söyləməmək çox vacibdir. Güc və enerji artımı sizə hər kəs üçün ağır görünəcək bir sıra işlərin öhdəsindən gəlməyə imkan verəcək. Perspektivli ideyalarınız olacaq və onlar rəhbərlik tərəfindən hərarətlə bəyəniləcək. Sağlam düşüncənizə istinad edin. Bugün sizə əsəbi səhvlərdən qaçmağa, təhriklərə tab gətirməyə və qeyri-müəyyən bir vəziyyətdə düzgün davranmağa kömək edən də məhz soyuqqanlı düşüncəniz olacaq. Liderlik keyfiyyətləriniz bugün xüsusilə parlaq olacaq. Onların sayəsində siz yeni tərəfdaşlar tapacaqsınız və peşəkar uğurlar qazanacaqsınız. İsrarlı ox atanlar karyerada yüksəlməyin bir yolunu tapacaqlar. Ailədə bəzi xoş hadisələr, yaxınlarınızla münasibətlərdə yaxşılığa doğru dəyişikliklər ola bilər. Sizin üçün əziz olan insanlarla daha çox vaxt keçirməyə çalışın. Sevdiyiniz insanla yaxşı bir səyahətə çıxa bilərsiniz. Günün başlanğıcı olduqca gərgin alınacaq. Bu zaman həyəcana asanlıqla müqavimət göstərə bilməyəcəksiniz, xırda məsələlərdən narahat ola bilərsiniz. Mümkündür ki, düşmənləriniz bundan istifadə etməyə çalışsınlar, ona görə də diqqətli olun. Sonradan müsbət tendensiyaların təsiri artacaq, özünüzü daha inamlı hiss edəcəksiniz. Qazanclı sövdələşmələr bağlamaq, bəzi vacib maliyyə məsələsini uğurla həll etmək imkanı olacaq. Bir çox ox atanlar pul və əmlak məsələsində nəinki səhv etməyəcəklər, həm də tanışlarını tələsik hərəkətlərdən çəkindirəcəklər. Günün başlanğıcı yaxşı olacaq və bu, bəzi vacib məsələlərin həlli üçün istifadə edilməlidir. Çətinliklərin öhdəsindən gəlmək üçün gözlənilməz, lakin çox təsirli bir yol tapacaqsınız. Bir çox ox atanların işdə sadəcə bəxti gətirəcək bürcün nümayəndələri doğru zamanda doğru yerdə olacaqlar. Zaman keçdikcə müsbət tendensiyaların təsiri azalacaq. Bu, hər hansı bir problemi həll etmək üçün getdikcə daha çox səy tələb olunduğu peşəkar sahədə xüsusilə nəzərə çarpacaq. Şəxsi münasibətlər də bir qədər gərginləşəcək. Amma siz emosiyalarınızı nəzarətdə saxlayacaqsınız, həyəcanlana və təşvişə imkan verməyəcəksiniz. Ona görə də münaqişələr yaranmayacaq. Gün yaxşı keçəcək, münaqişələr və ciddi problemlər gətirməyəcək. İş tapşırıqlarının öhdəsindən tez gələcəksiniz, çətinliklər olduqda müttəfiqlər kömək edəcək. Yeni tanışlara, xüsusən də öz fikirləri ilə sizi maraqlandırmaqda israrlı olan və asanlıqla vədlər verən insanlara qarşı diqqətli olmalısınız. Şəxsi münasibətlər ahəngdar şəkildə inkişaf edəcək. Qohumlar hər hansı bir təklifinizə həvəslə cavab verəcək, cəsarətli ideyalarınızı dəstəkləyəcəklər. Gözlənilməz hədiyyələr, xoş romantik sürprizlər istisna deyil. Oğlaq. Gün uğurlu olacaq, amma yenə də kiçik çətinliklər onu biraz qaraldır. Heç bir aydın səbəb olmadan narahat olmağa başlaya bilərsiniz, bu da vacib şeylərə diqqət yetirməyi çətinləşdirə bilər. Bir çox oğlaqlar gözlənilməz və təsir edici perspektivlərə malik olacaqlar. Kifayət qədər səylə siz nəinki məqsədlərinizə çata, həm də gələcək üçün əla zəmin yarada biləcəksiniz.
Axşam mehriban görüşlər, uzun müddət görmədiyiniz qohumlarla ünsiyyət üçün əlverişlidir. Romantik görüşlər də əla keçəcək və sizə çoxlu xoş emosiyalar bəxş edəcək. Gün yeni bir işə başlamaq üçün mükəmməldir. Uğur sizi müşayiət edəcək, hətta heç inanmadığınız yerlərdə belə yaxşı nəticələr əldə edə biləcəksiniz. Şübhəsiz ki, sizin yeni tərəfdaşlarınız və köməkçiləriniz olacaq. Tezliklə siz onlarla dost olacaqsınız. Gün maliyyə məsələlərinin həlli üçün də münasibdir. Burada səhv etməyəcəksiniz. Ən yaxın insanlarla münasibətlər həmişə asan olmayacaq, bəzən sizi səhv başa düşəcəklər. Ancaq fikir ayrılığı üçün ciddi səbəblər olmayacaq, bir çox mübahisələri sakitcə həll edə biləcəksiniz. Çox gərgin gün olacaq. Emosional fon gərgindir, təmkininizi asanlıqla itirə, xırdalıqlara görə narahat ola bilərsiniz. Çox vaxt dost olmayan insanlarla qarşılaşmalı olacaqsınız, onlar sizi təhrik etməyə və sadəcə əsəbləşdirməyə çalışa bilərlər. Maliyyə itkiləri və uğursuz alışlar istisna edilmir. Bugün yaxınlarınızın dəstəyi xüsusi əhəmiyyət kəsb edəcək. Əgər səmimi olsanız, mütləq lazım olan dəstəyi əldə edəcəksiniz. Sizi həyəcanlandıran və narahat edən məsələlər haqqında danışmaqdan çəkinməyin. Bəzi oğlaqlara çox ağıllı məsləhətlər veriləcək. Bu, asan gün olmayacaq. Günün başlanğıcı ciddi problemlər gətirməyəcək, lakin artıq bu zaman uğurun tez bir zamanda əldə ediləcəyi ehtimalının az olduğu aydın olacaq. Tədricən vəziyyət daha da gərginləşəcək, getdikcə daha çox işiniz olacaq, başqaları ilə münasibətlər getdikcə çətinləşəcək, yorğunluq artacaq. Günün ikinci yarısı üçün vacib heç nə planlaşdırmasanız yaxşı olar, çox güman ki, bu zaman dincəlmək istəyəcəksiniz. Sadəcə sonraya təxirə salına bilməyən və ya başqasına həvalə edilə bilməyən işlər varsa, əsəblərinizi qoruyaraq onlarla mümkün qədər sakit şəkildə məşğul olun. Əhəmiyyətli məsələləri uzun müddətə təxirə salmamaq daha yaxşıdır, çünki günün birinci yarısı onlar üçün xüsusilə əlverişli olacaq. Maliyyə məsələlərinin həllində əzmkarlıq göstərməyə dəyər sərfəli sövdələşmələr bağlamaq və gəlirinizi xeyli artırmaq şansınız olacaq. Sonradan ünsiyyət üçün yaxşı vaxt olacaq. Yaxın insanlar və yeni tanışları sevindirmək sizin üçün asan olacaq. Romantik bir görüş yaxşı keçəcək, bəzi insanlar çoxdan gözlədikləri sözləri eşidəcəklər. Axşam saatları yaxşı xəbərlər gətirəcək. Dolça. Səhər tezdən planlaşdırdığınız fəaliyyətlərə başlayın. Bu, xüsusilə məhsuldar bir vaxt olacaq. Başqalarının üzərinə götürməyə cəsarət etmədiyi bir çox vacib məsələləri həll edə biləcəksiniz. Perspektivli əlaqələr qurmaq üçün əla vaxtdır. Bir çox dolçalar qeyri-adi dərəcədə cazibədar olacaqlar, buna görə də digər insanları qazanmaq onlar üçün çətin olmayacaq. Günün ikinci yarısı çətin olacaq. Bədbəxt hallar və xırda problemlər sizi biraz yoldan çıxaracaq. Bu zaman ciddi layihələrə başlamamalı və taleyüklü qərarlar qəbul etməməlisiniz. Hisslərinizi cilovlamağa çalışın. Bugün qəfil impulslara tab gətirmək, emosiyalara müqavimət göstərmək lazımdır. Yaxşı düşünülmüş qərarlar düzgün olacaq, ancaq qızğın başla edilən hərəkətlər peşmanlıq gətirəcək. Köhnə dostların verdiyi məsləhətlərə qulaq asın. Bu, utanc verici səhvlərdən qaçmağa kömək edəcək. Müsbət tendensiyaların təsiri hər keçən saat artacaq. Günün ikinci yarısı birincidən qat-qat əlverişli olacaq. Bəzi köhnə problemlərin öhdəsindən gəlmək, əvvəllər buraxılmış səhvləri düzəltmək şansı olacaq.